Azərbaycan Yazıçılar Birliyində tibb üzrə fəlsəfə doktoru, publisist, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru Abbas Bağırovun Nərimanlı Hüseynqulu Ağalı Aşıqları və Şairləri adlı kitabının təqdimat mərasimi keçirilib. Tərtib olunmuş kitabda 44 nəfər qədim Oğuz yurdu, Göyçə mahallı Nərimanlı kəndindən olan o kökənli şairlərin əsərləri cəmlənib, müxtəlif səvkili əsərlərdə və xüsusən də Azərbaycancılıq məfkurəsi, vətənpərvərlik işləri, sədaqət, məhəbbət, xalq dastanlarına gələn ibrət aşılayan, bu cür dərin mənaları ehtiva edən şeirlərin toplumundan ibarət 722 səhifəlik bir kitabın təqdimatı keçirilir. Kitabda tərtib olunan əsərlər içərisində xüsusi toponimlər, el adət, ənənələr, Göyçə folkloru, Göyçə mətbəxi, o qədim və qərib yurdumuzun unudulmaqda olan bir neçə ritualları var ki, bilavasitə kitabda təsbit olunmuş əsərlər içərisində onlar vurğulanır. Tədbirdə çıxış edən tibb elmləri doktoru İbadullah Ağayev, şairlər Yusif Nəğməkar, Adilə Nəzər, Ramiz Qusarçaylı, eləcə də digər ədəbiyyat və elm adamları Qərbi Azərbaycanın söz və sənət dünyasına, aşıq və şairlərinin yaradıcılıq irsinə həsr olunan kitabdan bəhs edərək onun əhəmiyyətini vurğulayıblar. Bizim kənd Göyçə, Nərimanlı kəndi Göyçənin akademiyası adlandırılırdı. Çünki bizim kəndin yüzlərlə həkimi, yüzlərlə müəllimi, alimləri, yəni Göyçə akademiyasına bu günləri şairlər də daxil oldu və Göyçə akademiyasının şairləri də yarandı və kitab çap olundu. Göyçə aşıqları və şairləri. Turancılıq, türkçülük, Azərbaycançılıq, hərbi vətənpərvərlik və Təbriz və Doğu Türkistanla bağlı bir neçə şeirim bu kitabda yer alıbdır. Bu kitabda bir əsr bundan öncə yaşamış aşıqlarımız, şairlərimizlə yanaşı çağdaş ədəbiyyatda gənc nəslin yazarları və aşıqları, şairləri barəsində də çox geniş, gözəl təsvirlər var, yazılar var. Çıxış edənlər bildiriblər ki, Göyçə mahalının Nərimanlı Hüseynqulu Ağalı ziyalılarının bir platformada toplanması böyük bir xidmətdir, xeyirxah əməldir. 44 rəqəmi Azərbaycan xalqı üçün bu günlərin çox bir ilahi bir rəqəmdir. Bu rəqəmin fonunda 44 dənə şairin bir kitabda şeirlərinin yer alması mən elə düşünürəm ki, çox təqdirəlayiq bir haldır. Göyçə mahalına, qədim Oğuz türk yurduma nəzər saldıqda orada bizim şairlərin sayı, klassiklərimizin sayı bizim kənd üçün dərdim bir 5-7 civarındaydı. Amma bu 38 ildə burada dərddən, vətən həsrətindən, böyük Azərbaycan məfkurəsindən qaynaqlanan vətənə qayıdış, yurda qayıdış, böyük Azərbaycan, Turan məfkurəsi bizim qələmimizin əsaslı əsəridir. Qeyd edək ki, Şərq ədəbiyyatının aşıq poeziyasının bilicisi olan Hacı Abbas Bağırov eyni zamanda həkimdir. Farmakologiya fəaliyyəti ilə məşğul olur. O, bir elmi kitabın, 32 elmi əsərin, 6 tezis materialın müəllifidir. Böyük Nərimanlılar silsiləsindən doğma kəndinin dəyərli insanlarına aşıq poeziyasına həsr edilmiş 100-dən çox məqalənin müəllifidir. Şəfiqə Şəfa, Sadiq Məmmədov, Elcan Bəşirli, Bizim Media.